Teşekkürler, teşekkürler. Buyurun, buyurun əyləşin. Sabahınız xeyirli olsun. Əziz, dəyərli tamaşaçılarımız. Hər birinizi salamlayırıq. Buyurun. Və növbəti həftəmizin, növbəti ilə ilk iş günündən, bazar ertəsi günündən mən Aynur səhər çağı verilişindən bax sizləri salamlayıram. Hər birinizə xoş ovqat dolu bir gün arzu edirəm, bir həftə arzu edirəm. İşləriniz uğurlu olsun inşallah. Və növbəti günümüzdür. Bugün də dəyərli qonaqlarımız studiyamızdadır. Çox maraqlı söhbətlər edəcək. Qalma qaldan uzaq. Əgər maraqlı söhbətlərin siz də şahidi olmaq istəyirsinizsə, buyurun elə ekranlara yaxın əyləşin. Canlı musiqi ilə sizləri feyziyab eləyəcək. Bayaq da söylədim, çox maraqlı söhbətlərimiz olacaq. Mövzumuz dünyanı incəsənət xilas edəcək. Bəli, Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixə malikdir. Bilirsiniz ki, Azərbaycanın nasirləri, yazıçıları, mütəfəkkirləri hər zaman sevilib, seçilib bütün dünyada. Və təbii ki, bizim bildiyimiz və bilmədiyimiz tərəfləri də var. Bugün onu öyrənəcəyik. Çünki çox dəyərli bir qonağımız təşrif buyurub, böyük məmnuniyyətlə salamlayıram. Yazıcı və publisist Zöhrə xanım Əsgərova. Xoş gəlmişsiniz. Xoş gəliniz olsun. Və öz musiqisi ilə sizləri salamladı. Skripka ifaçısı Elxan Qurbanoğlu. Xoş gəlmişsiniz sizə. Çox sağ olun, çox sağ olun. Və bütün ansamblın heyətini salamlayıram. Səhər-səhər onlar da bizimlə bərabərdirlər. Çox gözəl musiqilərimiz olacaq. Deyəsən, lirikalarımız da olacaq. Bəli, təbii ki. Əsas odur ki, əhvalımız yaxşı olsun. Səhərimizi indi açmışıq, əhvalımız xoş olsun. Gümrah özümüzü hiss edək ki, gün boyu, yəni bu bizim, necə deyərlər, günümüzün gedişatında da öz əksini tapacaq. Sizə də bunu arzulayıram, hörmətli tamaşaçılarımız. Bax, ilk növbədə istərdim bizim gənc, amma gənc olmağına baxmırıq artıq illərdir ki, bu sənətdədir. Öz haqqında indi biraz sonra məlumat verəcəm. Mən bildiklərimi sadəcə söyləyirəm. Sadəcə olaraq Elxan uzun illər Azərbaycanda olmadığı üçün müəyyən səbəblərdən biraz elə bil bu, yəni bizim ekranlarda görünmürdü. Biraz ara vermişdi. Amma artıq yenə də fəaliyyətinə başlayıb yaradıcılıqla bağlı mən sizə uğurlar arzu edirəm. Çox sağ olun. İstərsiniz qısa özünüz haqqında məlumat verin tamaşaçılara. Əvvəla mən buradan bütün tamaşaçılarımıza salamlarım. Mən 6-7 ildir ki, Azərbaycandan uzaqlaşmışam. Mən buradan istərdim, hansı ki, burada işlədiyim vaxtlar, efirdə olduğum bir müğənni, hansı ki, mənə böyük bir köməklik edib, Cavanşir, əməkdar artistimiz Cavanşir müəllim və Firuzə xanım. Nə gözəl. Mənim əziz insanlarımdır, salamlarımı göndərirəm. Bəli, mən də buradan onlara salamlar göndərirəm. Onların Cavanşir Estrada qrupunda mən fəaliyyət göstərmişəm 6 il. Və Cavanşir müəllim, belə ki, Cavanşir müəllimlə burada olarkən mən işlədiyim vaxtlarda, burada efirlərdə çox biz çıxış etmişik və burada olmağına baxmayaraq Qallandiyadan belə hər bir yerdə. Ondan sonra belə bir vaxt gəldi ki, mənə bir təklif gəldi Rusiyadan. Rusiyadan? Bəli, Rusiyadan mənə zəng təklifi gəldi. Ondan sonra mən uzaqlaşdım biraz Azərbaycandan, getdim. Orada da demək olar ki, bu işlərlə, konsertlərlə, Rusiyanın müxtəlif bölgələrində. Mən buradan da, Rusiyadan da izləyən mənim dostlarım var. Buradan onlara da salamlarımızı göndərirsiniz, bizə salamlarımızı yollayırıq bütün bizim həmvətənlərimizə. Yəni addan çəksək, bəli, uzana. Ümumilikdə sizi tanıyanlara, sizi sevənlərə salamlarımızı göndərirsiniz. Artıq belə düşündüm ki, vətənə qayıtmaq biraz gündəmdə olmaq lazımdır. Təbii ki. İnşallah. Əgər mənə elə gəlir ki, Zöhrə xanım, siz də bizim söhbətimizə başlayır. Çünki sonunda yenə də mədəniyyət, incəsənət, bizim musiqimiz, dəyərli musiqimiz bizim elə ən böyük incəsənətimizdir. Deyim, incəsənətimizin yollarındandır. Yəni, təbii ki, əgər sənət varsa, niyə də bunu gizlədəsiz? İnşallah biz də bu günləri sizin artıq ifalarınızdan görəcəyik, şahidi olacaq. İnşallah, inşallah. Tanımayanlar da tanıyacaq. Doğrudan maraqlı bir mövzuya toxunmuşuq. Dünyanı incəsənət xilas edəcək. Bax, bu, əslində bu dərin məna kəsb eləyir bu kəlmə. Bax, mədəniyyət deyəndə, incəsənət deyəndə Zöhrə xanım əsasən hansı meyarlar nəzərdə tutur? İncəsənət, mədəniyyət deyəndə
elə nəzərə alsaq ki, ən sadəsindən başlayaq. İncəsənət nədən ibarətdir? İncəsənət. 7 not, Bəli. 7 rəng. Təsəvvür eləyin, bu 7 rəqəmi üzərində böyük, dahi əsərlər yaranır. Bəli. Hər halda müqəddəs rəqəmdir, Bəli, 7 müqəddəs rəqəmi. rəqəm. Və elə əsərlər yaranır ki, bunlar get-gedə sakrallaşır. Əbədiyyət ünvanını yol alırlar. Mədəniyyət o qədər dərin bir mənəviyyatdır ki, özünüz hiss edirsiniz ki, hər bir xalq ancaq mədəniyyəti ilə, incəsənəti ilə ölməzdi. Bəli. Yalnız belə yadda qalır. Bəli. Ümumiyyətcə, belə baxanda ki, mədəniyyət özü nə deməkdir, nədən asılıdır, hansı faktorlardan asılıdır, nəzərə alsaq görərik ki, doğrudan da çox vacib faktorlardan asılıdır. Bunlar nədir? Bunlardan birisi, demək, coğrafi təbiətdən, sonra sosial mühitdən, tarixi şəraitdən, qarşılıqlı mədəniyyət mübadilələrindən. Əgər götürsək, coğrafi təbiəti, özünüz bilirsiniz ki, Azərbaycan, demək ki, dünyada 11 iqlimdən 9 iqlimi Azərbaycandadır. Bu nə deməkdir? Demək, bizim mədəniyyətimiz də, elmimiz də, ümumiyyətcə Azərbaycan xalqının mədəni səviyyəsi də, potensialı da başqa xalqlara nisbətən daha yüksəkdir. Bir də mədəniyyət ümumiyyətlə insanın ən ali instinktidir. Baxın, bizim mədəniyyət kodumuz nədə yaşayır? Muğamlarımızda. Baxın, o muğamlarımız bizim elə təsəvvür eləyin ki, bizi dünyada tanıdan, dövlətçiliyimizin lap qorunmasında, möhkəmlənməsində, o xalqımızın düşüncəsində, həyat fəlsəfəsində yaşayır. Demək olar ki, onun mənəvi sütunlarıdır. Bax, təsəvvür eləyin ki, bizim xalqımızın nə qədər gözəl, incə dili var. Düzdürmü? Bu, bizim elə Qafqaz regionunu götürürəm. Belə bir söz var ki, demək, nitqin melodikası bir xalqın psixoloji kamertonudur. Yəni, biz bununla o xalqın psixologiyasını da hiss edirik, onun istedadını, potensialını da hiss edirik. Bax, məsələn, yağış yağır. Yağış yağanda küçələrdə, tutaq ki, lap yağır ağaclara, sonra binaların damlarına, torpağa, baxıb görürsən ki, hərəsi ayrı-ayrı oktavalarla, notlarla səslənirlər. Bunu hiss eləyirik. Bu təbiətin özündə də elə bir ki, notlarla... Elxana hiss eləmişsiniz ki, onun varmısınız mı fərqinə? Yəni, biz bunu niyə görə dilə gətiririk? Çünki musiqinlə, mədəniyyətlə bağlı olacaq inşallah. Və təsəvvür eləyin, hətta bizim daxili melodikamız, səslərimiz, notlarımız da var. Qəlbimizin, hisslərimizin o ritmi, melodikası. Yəni, bunlar çox vacibdir. Bax, indi yeri gəlmişkən söyleyeyim ki, bu dəqiqə YouTube-da ən çox izlənənlərdən bir görüntüdür. 2 yaşında bir uşaq, xarici bir dövlətdə, Amerikada səhv eləmirəmsə, lirik musiqi ifa olunur orada. 2 yaşında uşaq necə kövrəlir, başlayır ağlamağa və onu yəni görürlər və başlayırlar çəkməyə kamerayla. Uşaq utanır və üzünü tutur və təzədən yenə də əlini çəkir. Yenidən o musiqinin o həzin yerinə çatanda yenə də başlayır kövrəlməyə, dodaqları əsməyə və artıq belə qərara gəlir ki, dünyanın ən romantik insanın 2 yaşı var. Yəni musiqi yaşa baxmır. Görün, 2 yaşında uşaq artıq bu hisslərə malikdir. Mən sizi inandırıram, bilmirəm, demək yerinə düşər, yox. Siz 2 yaş dediniz. Mənim nəvəm 4 aylıq olanda, təsəvvür eləyin, Ave Maria oxunanda o ağlayırdı. Hay Allah. 2-4 ay, görün nə qədər fərqi var. Yəni, bizim xalqımızın elə özündə də, ruhunda da o musiqiyə böyük bir həssaslıq var. Bəli, və belə də bir şey demək olardı ki, musiqi elə bir, yəni, musiqi ilə mən deyərdim ki, musiqiyə başa düşüb qiymət verən insanlar dünyada ən xoşbəxt insanlar sayılır. Onu başa düşmək, qiymət vermək. Qavramaq. Yəni, hər kəs bir cürə musiqini qəbul eləyir. Ovqatına da uyğun bəzən. Bəli, ovqatına. Kiminsə əhvalı, məsələn, bugün mənim əhvalım o cürədir ki, mən ancaq ritmik mahnı dinləsəm, mənə daha da rəng qatar mənim ovqatıma. Yəni, necə deyirlər, əhvalım daha da xoş olar. Yox, əgər bu günləri istəyirəm ki, lirik musiqilər dinləyim, təbii ki, o biraz
siz düz vurğuladınız ki, təbii ki, ovqata bağlıdır, o andakı o hisslərə bağlıdır. Və bir də, üzr istəyirəm, və bir də nədən asılıdır? İnsan nədən ibarətdir? Cisim və ruhdan. Bəli, ruhun qidası. Bəli, ona görə deyirlər, belə bir deyim də var ki, deyirlər musiqi, notlar mələklərin dilidir. Baxın, bir musiqini dinləyəndə bizim elə bil ruhumuz göylərə ucalır, düzdürmü? Bu notların özü də axı göydən, kosmosdan gəliblər. Yəni bu hamısında bir qarmoniya var. Pifagor nə deyir? Deyir ki, bütün kosmik harmoniyanı yaradır musiqi. Tutaq ki, bax, belə bir insan var, dahi insan yaşayıb, Çirlionis. Bu, həm bəstəkar olub, həm də rəssam. Bu deyirdi ki, kainat böyük simfoniyadır. İnsanlar isə onun notları. Maraqlıdır. Görürsünüz, bunlar nə qədər bir-biri ilə həmahəngdirlər. Yəni, bizim ruhumuz musiqi ilə bağlıdır. Bədənimiz maddiyatla. Yəni, bu da təbiidir. Təşəkkür edirik və sonra yenə davam edirik.
Teşekkürler. Buyurun. Gəlin. Nə gözəl musiqi idi. Oradan da ruhu ucaldı. Çox belə... Əllərinizə sağlıq. Hansı, kimin bəstəsi idi? Çox maraqlı bir mahnıdır. İşitmişəm sadəcə olaraq. Bəli, bu tacir bəstəsidir. Çəşməni yerində Hə, deyirəm, ifadə dinlədiyim üçün müşayiətdə biraz qeyri. Bəli, bəli. Hə, yadıma düşdü. Bax, deyirsiniz, uzun illər, 6-7 il Azərbaycanda olmadınız və yenidən vətənə döndünüz. Gələndən sonra necə qarşılandınız sənətkarlar, sənətçilər tərəfindən? Yəni, həmin isti münasibət varmı? Çox gözəl, çox Elə mi? gözəl, bəli. O demək deyil ki, uzaqlaşmışam. Mən orada olarkən də mən bütün... Yox, burayla təmasdan söhbət gedir. Bəli, buradan deyirəm, burayla deyirəm. Yəni, orada yaşadığım müddətlərdə o demək deyil ki, mən uzaqlaşmışam. Mənim ürəyim həmişə bütün sənətçi yoldaşlarımla olubdu, yəni bütün qardaşlarımla, dostlarım. Oradan mənə elə gəlir ki, yəni bunu hər bir insan bilməlidir. Yaxşılığı heç vaxt itirmək olmaz. Təbii ki. Yəni, qurbanım Allaha, Tanrıya. Cavanşir müəllimlə biz işləyən vaxtlarda o qədər, yəni ki, mən deyərdim ki, çörək verən insandır. Yəni, hər zaman çiyin-çiyinə çalışmışsınız. çalışmışsınız. Burada da gəlmişəm, bütün dostlarımla yenə də məni gözəl qarşılayıblar. Burada, bəli, mənim gözəl sənət yoldaşlarım burada iştirak edir. Farizdir, bəli, gözəl, bəli, onun ansamblıdır. Gözəl klarnet ustasıdır. Çoxdandan dostluq eləyirik bir yerdə. Çox gözəl. Həmişə də əlaqədə olun. Çox gözəl sənətçidir, özü də qabiliyyət qanacağı qardaşımızdır. Çox gözəl. Yenə də uğurlar. Vüsaldır, orada sinsan. Ümumiyyətlə, bax, bu skripkanın Avropanın milli adətidir də. Bəli, bu İtaliyada yaranıb. İlk dəfə vətəni oradır. Vətəni İtaliyada. Amma ki, özünə məxsus səsi var da. Azərbaycanda necə səslənir? Bax, bu var. Siz ona yeni ikinci elə bir həyat verirsiniz. Çox maraqlı. Bax, hər musiqi alətinin bir necə bir avazı var. Öz xas səsi var. Məsələn, skripka tam başqa, skripka ifasında hansı musiqini istər Azərbaycan musiqisini istəyir, dünya musiqisini əgər ifa olunursa, orada artıq bir avropalaşma hiss olunur. Bilmirəm, indi bax, bu alətin quruluşundan yəqin bu belə gəlir. Biraz bax, elə bir sanki biraz belə aparır bu. Məsələn, klarnetin... Aydındır. O vağzalı ki, o klarnetdə çalınır, onu dəyişmək olmaz eşləyinə. Klarnet, skripka ilə vağzalı təbii ki, müşahidə olunsa tam başqa, fərqli bir ab-hava. Kolorit başqadır. Kolorit. Məsələn, klarnet tam başqa səmtə aparır insanın fikirlərini, duyğularını, sanki insanın içindən belə səs verir, səs salır. Digər musiqi alətlərimiz, tar kamanca sırf muğam. Tar kamanca artıq səsi gəldisə, artıq orada başqa musiqini, məsələn, nə bilim, sazda müşahidə olunan mahnını tarla müşahidə olunsa, həmən effekti ala bilmərik. Melodikası var, Bəli, hərənin öz melodikası var, hərənin öz elə bir ki, qəbul olunması var. Artıq bizim zehnimizə necə həkk olunubsa, şuurumuza, artıq biz onu o cürə də qəbul edirik. Mənim uşaqlıqdan vəbşim 2 instrumentə həvəsim olubdur. Belə. Birinci klarneti olubdur. Bəli, bütün Allah ölənlərə rəhmət eləsin. Mən musiqisi ailəsində doğulmuşam. Mənim atam da gözəl klarnet ustası olubdur. Allah ölənlərə də rəhmət eləsin. Deyirəm də, bu musiqiçilik, bu ümumiyyətlə sənətçilik, sənətkarlıq, bu qandan keçirir, genetik olur. Bəli, bəli. Elə ondan da belə familiyamız, bəli, Mamedov gedir. Qurbanıoğlu, atamın adı Qurban, Şamaxıdanıq biz özümüz. Bəli. Şad olsun. Musiqi mənə elə gəlir ki, bunu Allah Taala verməlidir. O düzdür. Bəli, təbii ki. Bunu, yəni bu qanında, canımda olmasa, istəyir gecə-gündüz məşq elə. Özdə mən nəyi bax, həmişə qeyd eləmişəm, Zöhrə xanım. Məsələn, ifaçı öz səsi ilə, sözlərlə də, yəni təbii ki, musiqi mahnı ifa eləyir, orada sözlər var və bu biraz da ürəyini qatıb o sözləri rövnəqləndirir daha da. Musiqidə çatdırır insanlara. Yəni onun sözləri ilə ifadə forması var. Yəni musiqinin sözlərimi və yaxud melodiyamı hər hansı və yaxud onların bir yerdə vəhdətimi insana xoş gəlir, sevilir. Amma alət elədir ki, musiqi aləti. Orada söz yoxdur axı. O qədər, yəni güclü müşahiətçidən söhbət gedir. Hansı alətdə olursa olsun. Orada müşahiət elə olunmalıdır ki, sanki danışır insanla. Bax, siz gözəl dediniz. Çünki belə bir deyim də var ki,
skripka sanki insanla danışır. Ümumiyyətcə simli alətlər, özünüz musiqicisiniz, bilirsiniz. İnsanın əsəblərini sakitləşdirən ən gözəl çalğı alətlərindən simlidir. Niyə görə simlidir? Təsvir olarmı bir haşiyə çıxım? O simli alətlərlə bağlı bir neçə kəlmə deyim. Məsələn, Harun Ər-Rəşid kimi bir hökmdar. O qəzəblənəndə, çox əsəbi olanda nə edirdilər? Onun sarayında xüsusi ud çalan var idi. Onu çağırırdılar onun qarşısında, bəli. O udu çalırdı. Udda çalanda bunun bütün əsəbləri sakitləşirdi. İbn Sina Tibbnamə əsərində həmçinin xüsusi bu dediyiniz məsələyə toxunur. O deyir ki, baxın, məhz simli alətlərdə qulaq asanda o insanın emosiyalarını sakitləşdirir, sağlamlıq cəhətdən çox vacibdir. Yəni, sizin indi hal-hazırda çox virtuoz çalırsınız, təşəkkür edirik. Doğrudan da ürəyə yatımlıdır. Skripka xüsusilə, skripkanın qəribə bir xüsusiyyəti var. O, yəqin eşitmişsiniz, İtaliyada Karelli adında məşhur bir skripkaçı olub. Onu təsəvvür edin, deyirdilər ki, bu musiqinin Kolumbudur. O qədər bunu virtuoz çalırdı. Və bu skripkanın doğrudan siz düzdürüz, qəribə bir xüsusiyyəti var. Elə dinlədikcə, xüsusilə klassik musiqilər. Bezdirmir insanı, yormur insanı. Yox, qulaq asmışsınız, Vivaldinin, Anton Vivaldi, o dirijor olub. Gözəl bəstəkar olub, həm də skripkaçı olub. Və bu, skripka üçün çox gözəl əsərlər bəstələyib. Və s. Təşəkkür edirik. Yenidən təşəkkürlərim olacaq. Sonra qısa reklam fasiləmiz olacaq. Maşallah olsun. Zöhrə xanım elə gözəl bizə məlumat verir ki, mənə elə gəl bizi izləyən tamaşaçılarımız üçün də çox maraqlı, şəxsən mənim üçün çox maraqlıdır. Auditoriyadan gəlir.